Bu qapı bir qonşunun evidir. Burada birazdan içeri giririk. Girən kimi solda bir maşından da çox yer, sağda yəni girən kimi burada da bir həyət. Bu şəkildə həyəti var. Çöldə belə dolaplardır, qazdır, suyu çəkilib, kombi, pəncərələr işıqalı. Daxil oluruq koridora. Koridor bu şəkildə. Zal, yataq otağı, hamam, tualet. Burada mətbəxidir. Mətbəxin bütün otaqlar təmir olunub yenicə və ondan sonra da yaşayış olmayıb. Kafirlər yenidir, xətlər səbil, hər şey qaydasında. Mətbəxdən bu şəkildə çölə yer var. Mətbəxi istəyən olsa bu şəkildə mətbəxin bu hissəsini buradan o yana artırıb, üstünü örtüb mətbəxi genişləndirmək də mümkündür. Və yaxud da bura belə açıq teras kimi də bir şey eləmək olar. İstəyə uyğun olaraq. Daha sonra koridordan burada mətbəx, bura zal, qonaq otağı. Qonaq otağından çöldə bayaq göstərdiyim həyətə doğru bir qıraq qapı açmışıq. Ora üçüncü otaq kimi də, yəni belə deyək, ikinci yataq otağı kimi, yaxud da uşaq otağı kimi, oranı da otaq kimi tikib hazır qoymaq üçün. Buradan sadəcə qapısını açmışıq. Orada otaq tikiləcəkdə artıq yəni tikəsi olmadıq. Orada istəyən olsa üçüncü bir otaq əlavə eləyə bilər. İkinci yataq otağı olaraq. Bura yataq otağıdır. Bu şəkildə. Burada koridordur. Burada hamam, tuvalet, sanuzel. Bu şəkildə. İstəyən olsa ətraflı gəlib baxa bilər. Bu şəkildə. Dediyim kimi bu zaldan bir qapı açılıb. Onu bir dənə göstərəcəm. Həyətin bu hissəsinə, hansı ki həyətdən girən kimi solda olan bu hissəyə zal boyda bir otaq əlavə əldə edilə bilər və bu hissədə də həmin o qapıdır. Zaldan giriş. Oradan girib buranı otaq eləyib rahatlıqla bu şəkildə buradan belə. Zal boyda bir otaq da əmələ gətirmək olar və yaxud da biraz buradan qısa